Ramazan fevralın neçəsi girir? Fevralın 19'u Ramazan ayının 1. gündür. Bu il Ramazan neçə gündür? 29 gün. 20 Mart Ramazan bayramıdır. Namaz qılmıram. Oruç tuta bilərəm. Tuta bilərsən, amma namaz qılsan da daha gözəl olur. Hicabda olmayan xanım oruç tuta bilər. Tuta bilər. Çinmək orucu pozur. Orucu pozmur. Amma qüsül alarkən diqqətli olmaq lazımdır. Boğaza su getməsin və burnuna da çox dərindən çəkməmək lazımdır. Ramazan xaricində isə boğaza da su gedə bilər və dərindən çəkmək lazımdır buruna. Orucu su və xurma ilə açmaq vacibdir. Vacib deyil. Səhər yeməsəm, içməsəm oruç tuta bilərəm. Tuta bilərsən, amma yeyib içərək tutmaq daha gözəldir. Axşam namazı oldu. Orucu açmağa niyyət etmədən çaşıb yedim. Orucum pozuldu. Orucun pozulmadı. Axşam namazı olduğu üçün artıq orucun açıldı. Orucu bağladım səhər. Yəni niyyət etdim Allah rızası üçün oruç tutmağa dedim. Ancaq səhər namazına hələ yarım saat var. Bu müddətdə su içə bilərəm. Su da içə bilərsən, yemək də yeyə bilərsən. Vaxt girənə qədər sən yeyib içə bilərsən. Diş yumaq orucu pozur. Orucu pozmur. Amma çalışın diş macunu istifadə eləməyin. Bir ay tuta bilmirəm. 3 gün tutsam, həmin o 3 gün qəbul olur. Əlbəttə ki, qəbul olur. 15 yaşım var. Oruç tutmalıyam. 15 yaş şəxsə oruç tutmaq vacibdir. Ac qalanda başım hərlənir. Oruç tutmaya bilərəm. Başın hərlənirsə, bir problem varsa həkimə getmək lazımdır, həkim məsləhəti ilə. Getmirsənsə də yoxlamaq lazımdır. Tuta bilirsən, davam edə bilirsənmi? Siqaretsiz dayananda narahat oluram. Oruç tutmaya bilərəm. Xeyr, siqareti tərk eləməlisən.